Ekspertlər açıqladı. Avtomobili dəyişməyin gizli vaxtı bəzən avtomobil hələ gedir kimi görünsə də, əslində cibinizi yavaş-yavaş boşaldır. Ustaya tez-tez yolunuz düşürsə, hər ay yeni bir problem çıxırsa, bu artıq təsadüf deyil. Lent.az xəbər verir ki, Gobankin-Grates avtomobilinizlə vidalaşmağın vaxtının gəldiyini göstərən 3 əsas əlaməti açıqlayıb. Mütəxəssislər bildirir ki, bu siqnalları görməməzlikdən gəlmək sonradan daha baha başa gələ bilər. 1. Təmir xərcləri artıq avtomobilin dəyərini keçirsə, son illərdə etdiyiniz bütün təmir və texniki xidmət xərclərini toplayın. Əgər bu məbləğ yeni avtomobilin qiymətinə yaxınlaşıbsa və ya keçibsə, deməli problem sükan arxasında deyil, qərar vermək vaxtıdır. Rosedal Technical Jolegenin avtomobil müəllimi və AK Auto Repair şirkətinin sahibi Mike Maleski bildirir. Əgər avtomobilin vəziyyəti göstərirsə ki, onu xərclə saxlasan belə uzun ömürlü olmayacaq, dəyişmək daha ağıllıdır. 2. Qarşıdan bahalı təmir gəlirsə, əyləc sistemi, zamanlama kəməri, mühərriklə bağlı ciddi xərclər. Bəli, bunlar köhnə avtomobili dərhal sıradan çıxarmır. Amma bu mərhələdə sürücü düşünməyə başlayır. Bu pulu köhnəyə xərcləyim, yoxsa yenisinə addım atım. Ekspertlər deyir ki, əgər avtomobili uzun müddət saxlamaq niyyətiniz yoxdursa, bahalı təmirdən əvvəl satmaq daha məntiqlidir. 3. Həyatınız dəyişibsə, avtomobiliniz də dəyişməlidir. Ailə böyüyüb, sedan artıq dar gəlir. Uşaq arabası, yük, uzun yol səfərləri problemə çevrilib. Bu texniki yox, həyat tərzi siqnalıdır. Maleski deyir ki, bir vaxtlar ideal olan avtomobil sonradan ehtiyaclara cavab verməyə bilər. Belə hallarda sedan yerinə minivan və ya daha geniş avtomobil seçmək qaçılmaz olur. Nəticə, köhnə avtomobil bəzən nostalji, bəzən isə səssiz maliyyə tələsidir. Əgər bu 3 əlamətdən heç olmasa biri sizdə varsa, biraz da sürüm demək yerinə dəyişməyi ciddi düşünməyin vaxtıdır. Sizcə elə deyilmi? Fikirlərinizi şərhdə bildirə bilərsiniz.